Salam, hər vaxtınız xeyir olsun. Bu videoda biz Test Bankı təhsil platformasında ən son baş verən yeniliklərlə tanış olacağıq. Platformada baş verən ən böyük yenilik artıq platformadan istifadə etmək üçün qeydiyyatdan keçməyin tələb olunmasıdır. Gəlin bu sistemin necə işlədiyi ilə ətraflı tanış olaq. Bunun üçün qeydiyyat düyməsinə basırıq. Gördüyünüz kimi qeydiyyat düyməsinə basdıqda aşağıdakı 3 seçim görünür: tələbə, müəllim və admin kimi qeydiyyat. Burada əsas qeydiyyat növləri tələbə və müəllim qeydiyyatıdır. Bizə lazım olan, gəlin ilk növbədə tələbə kimi qeydiyyatdan keçək. Tələbə seçirik, ad daxil edirik, şərti olaraq daxil edək. Məsələn, Anar Əliyev. Anar Əliyev. Şərti e-mail daxil edim. Daha sonra nömrə daxil etmək tələb olunur. Gəlin nömrə daxil edək. Şərti olaraq bir nömrə daxil etdik. Şifrə daxil edirik. Şifrəni təkrarlayırıq. Tələbə kimi qeydiyyat düyməsinə basırıq. Gördüyünüz kimi burada hesabınız təsdiq gözləyir yazısı bizi qarşılayır. Hesabımız təsdiqləndikdən sonra saytdan tam olaraq istifadə edə bilərik. Gəlin hesabı təsdiqləyək. Artıq hesab təsdiqləndi. Profilimizə daxil oluruq. Profildə şəxsi məlumatlarımız görünür. Gəlin indi də müəllim kimi qeydiyyatdan keçək. Bu bizim saytın tam olaraq necə işlədiyini anlamağımız üçün bizə kömək edəcək. Qeydiyyatdan keçirik. Müəllim qeydiyyatı. Məsələn, bu dəfə şərti olaraq Orxan Mehdiyev daxil edirik. E-mail daxil edirik. Telefon nömrəsi daxil edirik. Şifrə daxil edirik. Şifrəni təkrar daxil edirik. Müəllim kimi qeydiyyat düyməsinə basırıq. Yenə hesabımız təsdiq gözləyir. Hesabımızı təsdiqləyək. Artıq gördüyünüz kimi müəllim hesabı da təsdiqləndi. Profilə daxil oluruq. Ümumi məlumatlarla tanış oluruq. Tələbələrin bölməsi, nəticələrin bölməsi, kreditlər bölməsi və tənzimləmələr bölməsi görünür. Burada müəllimlərə ən əsas lazım olan bölmələrdən biri kreditlər bölməsidir. Bu bölmə ilə biz adminə kredit sorğusu göndərə bilərik. Kredit nə deməkdir? Müəllimin tələbələri hər bir kredit sayı qədər imtahan və ya məşqdə iştirak edə bilər. Gəlin admindən kredit istəyək. Məsələn, 100 imtahan və 100 məşq krediti. Səbəb yaza bilərik və yaxud boş saxlaya bilərik. Sorğu göndəririk. Adminə kredit sorğusu göndərildi. Sorğunu təsdiqləyirik. Gördüyünüz kimi artıq 100 imtahan və 100 məşq krediti müəllimin hesabına daxil olub. İmtahan və məşq bölməsinə daxil olduqda biz görürük ki, məşqdə yalnız tələbə statusunda olan istifadəçilər iştirak edə bilərlər. Profilimizə daxil oluruq. Buradan gördüyünüz kimi
Tələbələrin bölməsi var. Gəlin buradan tələbə əlavə edək. Bir tələbənin e-mailini daxil edirik. Məsələn, hal-hazırda keçdiyimiz tələbənin e-mailini. Sorğu göndəririk. Gördüyünüz kimi Anar Əliyev tələbəsinə sorğu göndərildi yazısı gəlir. Gəlin Anar Əliyevdən daxil olaq. Gördüyünüz kimi müəllimlər bölməsində sorğunun gəldiyi görünür. Qəbul edirik. Artıq Anar Əliyev adlı tələbə üçün Orxan Mehdiyev adlı müəllim daxil edilib, yəni əlaqələndirilib. Müəllimdən kredit istəyə bilərik imtahanlarda iştirak etmək üçün. Kredit istəyək, gəlin müəllimdən şərti olaraq 20 imtahan və 20 məşq krediti istəyək. Sorğu göndəririk. Gəlin müəllim buradan çıxış edək və müəllimin səhifəsindən sorğunu qəbul edək. Çıxış edirik. Gördüyünüz kimi kreditlər bölməsində sorğu görünür. Sorğunu qəbul edirik. Hesabımızda 100 imtahan və 100 məşq krediti olduğuna görə 20 imtahan və 20 məşq göndərə bilərik. Qəbul edirik. Gördüyünüz kimi kredit sorğusu qəbul edildi və tələbəyə verildi yazısı görünür. Gəlin tələbədən daxil olaq. Daxil olduq. Gördüyünüz kimi imtahan və məşq kreditləri əlavə olunub. Məşqə daxil olaraq bu bölmə ilə tanış olaq. Gördüyünüz kimi ilk növbədə müəllimi seçmək tələb olunur. Hal-hazırda yalnız bir müəllim var. Müəllimi seçirik. Neçə testi baxmaq istədiyimizi seçirik. Şifrəli və şifrəsiz testlər, yalnız şifrəsiz testləri seçək. Məsələn, 4 testlə tanış olmaq istəyirik. Hansı testlərlə tanış olmaq istədiyimizi seçə bilərik. Burada müxtəlif seçim tipləri var. Məsələn, fənn, test başlığı və test aralığı seçək. Fənni seçək. Hal-hazırda saytda ən böyük fənn bazası coğrafiyaya aiddir. Fənni seçdik, mövzunu seçirik. Bu mövzudan hansı testlərə baxmaq istədiyimizi seçirik. Məsələn, 40 və 50-ci testlər arasından 4 testlə tanış ola bilərik. Gördüyünüz kimi test sayı və seçimlərin cəmi eynidir yazısı görünür. Burada istənilən qədər test seçimi əlavə edə bilərik. Əsas olan seçilən testlərin sayı ilə imtahanda məşqdə istifadə ediləcək testlərin sayının eyni olmasıdır. Məşq qaydaları tanış oluruq. Məşqə başlamaq üçün bir kredit xərclənir. Məşqə başlayırıq. Gördüyünüz kimi qarşımızda suallar görünür. Bu sualları biz cavablandırırıq. Hər dəfə cavablandırdıqda sualın düz və yaxud səhv cavablandığı görünür. Bu qaydada biz bütün suallara baxa bilərik və sonda məşq nəticələri görünür. Gəlin video çox uzanmasın deyə geri qayıdaq. İndi də biz imtahan bölməsi ilə tanış olaq. Prinsip etibarı ilə imtahan bölməsi və məşq bölməsi eyni quruluşdadır. Yenə müəllimi seçirik. Yalnız şifrəsiz testləri seçirik. Neçə testlə imtahan vermək istədiyimizi seçirik. Məsələn, 4. Test seçimi əlavə edirik. Məsələn, gəlin bu dəfə 2 seçimi əlavə edək. Fənni seçirik.
Test başlığını seçdik. Daxil edirik. Məsələn, bu aralıqdan 2 test. Növbəti test seçimi əlavə edə bilərik. Yine seçim tipini seçirik. Fəni seçirik. Mövzunu seçirik. Hansı testlərdən seçmək istədiyimizi daxil edirik. 2 yazırıq. Gördüyünüz kimi test sayı və seçimlərin cəmi eynidir. Bu qaydalarla ətraflı tanış olmaq lazımdır. Çünki bu qaydalar pozduqda imtahan nəticələri ləğv olunur və imtahanı yekunlaşdırmaq olmur. Bu qaydaları diqqətlə oxuduqdan sonra imtahan qaydaları razılaşırıq. İmtahana başla düyməsini basırıq. Burada problem yarandı. Bizdə nəsə düz gəlmir. İmtahan qaydalarıyla tanış olun. Bunu basmaq lazımdır. İmtahana başla basırıq. Suallar görünür. Sualları cavablandırırıq. Hər sual cavablandırıldıqdan sonra cavabı saxla düyməsi basılmalıdır. Biz hər hansı bir sualı cavablandırmaq istəmiriksə, yenə də cavabı saxla düyməsini basmalıyıq. Bütün sualları cavablandırdıqdan sonra imtahanı bitir düyməsi görünür. Bəzən bu düymə görünməyə bilər. O zaman sadəcə istənilən əvvəlki testə qayıdaraq biz bu düyməni görə bilərik. İmtahanı bitir düyməsini basırıq. Gördüyünüz kimi imtahan nəticələri qarşımızda görünür. Bu imtahan nəticələri həm də bu tələbənin müəlliminə göndərilir. Gəlin burada profildə nəticələrimizə baxaq. Gördüyünüz kimi burada bütün hər şey görünür. Sessiyalara daxil oluruq və imtahan nəticəsi burada görünür. Burada məşqə daxil olduqda baş verən məşq görünür. Burada hər zaman davam yazır. Adətən imtahanlar isə tamamlandı görünür. Burada nəticəmizlə tanış ola bilərik. Gəlin müəllimin də bu nəticələrlə necə tanış olduğunu görək. Çıxış edirik. Daxil oluruq. Gördüyünüz kimi cəmi tələbə 1, cəmi nəticə 1, tamamlanmış 1 görünür. Gəlin bura daxil olaq. Profilimə daxil oluruq. Burada məlumatlar, tələbələrin. Gördüyünüz kimi bütün əməliyyatlarına baxa bilərik tələbənin. Burada Anar Əliyev adlı tələbənin nəticələrinə baxırıq. Nəticələr və az öncə verilən imtahanın nəticəsi ilə müəllim buradan tanış ola bilər. Burada hansı sualların necə cavablandırıldığı, nə qədər vaxt istifadə etdiyi və hər bir məlumat görünür. Bu qayda